burada avtobuslar, nəqliyyat vasitəsi tamamilə pulsuzdur. Hamıya salam, yeni vloga xoş gəlmişsiniz. Burada Montenegro'dan Serbiyaya keçidimizdəki macəralarımızı sizə göstərirəm. Bir adam güclə yerləşir. Allah'ım neydi günahım? Gəl. Bir də bizim yerimizə baxın zəhmət. Belə bax, Murat, sən şokda olacaqsan. Hem üstte yatmak isteyen var idi. Mən 2-də demişdim yani nəzərsə. Mən 2-də demişəm. Dedik, deməli çatdıq. İndi mərkəzə gedəcəyik. Burada qar yağır. Yeni başlayır ama yağır. Videoda tam görünmür. Deməli, burada qar yağır, soyuqdur. Yaşlı isti paltarlar gətirmişəm. Çünki Albaniyada düşündüm ki, mən niyə bu qədər isti paltar gətirmişəm. Amma yaxşı ki. Və ən şok bir xəbər odur ki, burada avtobuslar, nəqliyyat vasitəsi tamamilə pulsuzdur. Süper deyil sizcə də. Hər saat 8:30-da çatmışıq Selbəyə, Balıq mərkəzdəyim. Burada hər yer bağlıdır və otelə də çekin 15:00-dan başlayır. İndi çalışırıq bir məkan tapaq ki, üşüməyək. Burada qar yağır. Bura mərkəzi yerlərdən biridir, ya mərkəzi daha doğrusu. İlk təəssürat odur ki, bura çox qəşəngdir və asas Avropa olmağı hiss olunur. Çünki daha öncəki ölkələr sırf Balkan ölkələr hissini verirdi, amma sırf burada 2 gün qalmalıyıq. Amma bəlkə də heç 3-cü gündə burada qalaq. Baxın, burada qəşəng reseptlər var. Yaxşı ki, məkan açıqdır və belə deyim, burada səhərdən artıq insanlar aktivdir. Çünki artıq burada məkanda görə bilərsiniz ki, insanlar əyləşir, səhər yeməyi ilə görüşlər keçirirlər və s. Belə düz mərkəzdə əyləşmişik. İndi seçim edəcəyik, hələ ki otelimizin aldığımız apartmanımızın vaxtı gələnə qədər. Burada çay bu formatadır. Yanında bir çeynə. Burada yenə də baldır. Və maraqlısı da odur ki, bu da çayı süd ilə içilir. Şirin qabda. Belə bir səhər yeməyi sifariş verdik. Gəlmişik restorana. Bu çox bəyəndi. Mənə də məsləhət gördü ki, mən də sifariş verim. Belə bir şorbadır. Thank you very much. Thank you. Belə çörəklərdir. Bəlkünü. Bu keks oxşur ki. İşte. O təndir oxşur, amma pitaya oxşur. Nəsə maraqlı bir şeydir. Bifonun içində piva, plam, indi Azərbaycan dilində heç cürə yadıma düşmür. Və içində də qozla. Bizə dedilər balacadır, amma bu da bildiyiniz elə bil ki, çoban salat. Ümumən hava belədir də, yəni. Əsas ceyran, deyəsən səhv etmirəsə, ceyran əti ilə məşhurdur bura. Belə bir maraqlı restorana gəlmişik. Maral. Maral ya ceyran, bilmirəm. Belə bir şey. Hətta ayı da var burada. Qorxunç görünür. Biz heç birindən yemədik, amma ümumiyyətlə belə bir restoranda. Bu hissədə də baxın. Belə bir dizayndadır. Bugün yol gəlmişdi yəni, çox yorğunuq. Buradan artıq çıxırıq. İndi hissədə
üçün göstərək. Anladığım qədərilə sağlam qidalanmanın tərəfdarlarıdır da doğrusu. Baxın. Hər şey sağlam, sağlıqlı qidalanma. Qəşəng. Ya bu isə tamamilə belə healthy. Burada da ayran tapdım. Hər yerdə ayran axtardım. Bizim pulla hardasa 3 manat verir 2 litrlik. Buralar sizə göstərim. Qaçın. Mən trolleybusda problem var idi. Hətta gözümüzlə gördük ki, tok vurdu da elə bir ki, orada nəsə baş verdi. Çıxdı, sürücü. Özü qəşəng düzəltdi, oranı getdi. Sadəcə kitablardır. Mən bu ilə şəklim çəkdim. Allah, onu saxlaya bilərəm heç. Sən baxın, zəhmət olmasa. Çox qəşəng kitab mağazasıdır. 2-ci mərtəbəsi də var. Maraqlıdır. Bakıdakı Book Center-a bənzəyir. Ya yaxud da Libraf kimi. Mən belə məkanları çox sevirəm. Və coffee shopu da var. Sadəcə maraqlıdır, 2-ci mərtəbəyə hardan qalxırıq. Baxın, coffee shopun bu hissəsi. Qıraqdan da maraqlı görünür bu kitab mağazası. Və elə bil ki, deyək ki, bizim Fəvvarələr meydanı yenə də mərkəzi bir məkanlardan biridir. Mağazalar və s. var. Baxın, burada maraqlı suvenirlər satan bir məkandır, bu şkatulkalardır. Əslində, hər ölkədə gedirik, görürük. Çox əşyalar var da. Bütün ölkələrdən hər şeyi gətirmək mümkün deyil. Ona görə ən yadda qalan, ən bəyəndiyimiz nələrsə gətiririk. Mən məsələn bildiyiniz kimi snow globları kolleksiyam var və onları yığıram. Burada da var, amma digər mağazada çox daha qəşəngi vardı. Buna oxşuyur, amma lap qəşəngi idi. Ona görə sabah alacağıq, çox güman ki. Ümumiyyətlə növbəti uçuşumuz Bosniyadandır. Növbəti gedəcəyimiz ölkə Bosniya və Hersegovinadır. Amma biz buranı o qədər bəyənmişik ki, bir gün burada artıq qalardıq, nəinki orada. İndi düşünürük necə edək ki, həm təyyarəyə çatdıraq, həm orada biraz sadəcə oranı görək və daha sonra təyyarəyə gedək, amma burada bir gün artıq qalaq. Qıraqdan da maraqlı görünür bu kitab mağazası. Və elə bil ki, deyək ki, bizim Fəvvarələr meydanı yenə də mərkəzi bir məkanlardan biridir. Mağazalar və s. var. Good morning. Sabahınız xeyir olsun. Bizim Serbiyada 2-ci günümüzdür. Ümumi neçənci günümüzdür bilmirəm. Salam. Bugün Belqradda 2-ci günümüzdür və birlikdə gedək gəzməyə. Bugünlük outfitim budur. Və bu da qaldığımız məkandır. Mərkəzi çox yaxındır. Gedək birlikdə sizə də buranı göstərim. Deməli, Kalimekdan adlanan yerə gəldik. Basketbol oynayırlar. Çox Deyək ki, bu qabaqdan yer var. Bu. hə, Qabaqdan yer var. yoxdur. İbo kaksikdə mənim vloglarımda müxtəlif növ səslər çıxarmalıdır. Kadrları körləməlidir, amma eyb yox. Что, естественно. Wow. Mühtəşəm. Hərbi muzey yazılıb. Hava dəhşət soyuqdur, məncə üzümdən görünür. Burnum qızarıb, gözlərim yaşarıb. Çox soyuqdur. Bu arada bizim uçuşumuz Bosniyadan idi. Bosniya və Hersegovinadan Türkiyə uçmalıydıq. Oradan da Bakıya tranzit ilə. Amma hal-hazırda Türkiyədə dəhşətli qar yağıb. Uçuşlar ləğv olunub və ona görə biz çox güman ki buradan uçacağıq. Amma hava şəraitinə görə
Türkiyədə bütün uçuşlar ləğv olduğuna görə ola bilsin biraz gecikmə olsun və biz bilmirik nə vaxta qədər buradayıq. Kalemegdan qalası tarixi bir qala və böyük park kompleksidir. Kalemegdan Dunay və Sava çaylarının birləşdiyi yerdə yerləşir və strateji mövqeyinə görə əsrlər boyu hərbi əhəmiyyət daşıyıb. Qala əvvəlcə Roma imperiyası dövründə tikilib, daha sonra Osmanlılar və Avstriyalılar tərəfindən bir neçə dəfə yenidən qurulub. Bugün Kalemegdan həm turistlər, həm də yerli sakinlər üçün sevilən bir gəzinti və istirahət məkanıdır. Kalemegdan parkında muzeylər, heykəllər, baxış nöqtələri və təbiət mənzərələri var. Buradan Belqradın və çayların möhtəşəm mənzərəsini izləmək mümkündür. Görün balık olar. Burada isə artıq növbəti gündür və səhər yeməyimizi edirik. Daha sonra ev yiyəsinin anası gəlir. Bizə deyir ki, siz bu qədər uzun yola çıxmısınız, bu qədər ölkələri gəzirsiniz, hələ bilinmir nə vaxt qayıdacaqsınız. Sizə enerji lazımdır. Sağ olsun, çox xoş idi. Gəldik yenə bu hissəyə. Düz buranın yaxınlığında qaldığımıza görə. Bura gəldik nəhayət ki, bu hissədə heç olmasın şəkil çəkdirək. Biraz gəzək. Əslində bu qədər uzun səyahət çox da asan deyil və o qədər yorulmuşuq ki, heç 2 gündə gəzməyə gücümüz yoxdur ümumiyyətlə. Amma da axırıncı gündür ümid edirik ki, elə olacaq. Uçağımız dəyişməyəcək, uçuşumuzdan doğrusu. Bura isə Belqradın tarixi və mədəni mərkəzi olan Respublika meydanıdır. Şəhərin ən məşhur və sıx ziyarət olunan yerlərindən biridir. Düz meydanın ortasında Serbiya tarixində önəmli yer tutan bir şəxsiyyət Knyaz Mixailonun at üstündəki abidəsi yerləşir. Knyaz Mixailo 13-cü əsrdə Serbiyanın Osmanlı imperiyasından azad olunmasında və müstəqilliyin bərpasında mühüm rol oynamış liderdir və xalqın azadlıq uğrunda mübarizəsinin rəmzi sayılır. Heykəlin yaxınlığında isə böyük hərflərlə yazılmış Belqrad yazısı yer alır. Bu yazı həm turistlər, həm də yerli sakinlər üçün foto çəkdirmək üçün populyar bir nöqtəyə çevrilib. Ətraf ərazilərdə məşhur Knyaz Mixailova küçəsi, Milli Muzey, Milli Teatr və bir çox kafelər, restoranlar yerləşir. Bu ərazi Belqradın ürəyi sayılır və şəhərin ruhunu hiss etmək üçün ideal yerdir. Biraz şəkil çəkdik. Soyuqdur hava yenə də. Dünənki qədər olmasa da yenə də soyuqdur. Əsas küçələrindən biridir. Burada shopping küçələri sayılır onların. Belə bir ki, Targovuzun fəvvarələr meydanı kimi. Yəni, buradan başlayır böyük bir ərazidir. Və oradan da yenə avtobusa minib başqa bir məkana gedəcəyik. İndi giriş o tərəfdən olmalıdır. Görək. Ön hissədən isə deməli belə görünür. Bura Belqradın ən böyük pravoslav kilsəsidir və şəhərin simvolu sayılır. Nəinki Serbiyada, həmçinin də Avropanın ən böyük pravoslav kilsələrindən biridir. Belqradın mərkəzinə də çox yaxın yerləşdiyinə görə bir çox turistlərin ziyarət etdiyi bir yerdir. Belə bir maraqlı qeyri-adi məkana gəlmişik. Sırf burger məkanıdır. 3 mərtəbədən ibarətdir. İndi ikinci mərtəbəni sizə göstərim. Bura ikinci mərtəbədir. Belə dizayndadır. Bu isə girişə çox maraqlıdır, baxın. Və aşağıda da sifarişlərinizi edə bilirsiniz. Belə bir məkandır, balaca, amma şirin. Ona görə onlara baxa deyirlər hər şeyi, o turagentstvalar. Məkan olaraq belə yeni açılmış bir məkan idi. Sadəcə burger istəyirəm. Google-da
buranı ilk olaraq göstərdi və ona görə bura gəldik. Gəldik Yeni Belgrad adlanan hissəyə. Biz qaldığımız tərəf köhnə Old Belgrad sayılır. Bura Novi Belgrad adlandırılır. Yine qəşəng bir moldu və böyük bir moldu. Qıraqdan da görünür. Belə. Burada Zara'nın qiymətləri mənə maraqlıdır. Bura girdim. Bir baxın. Böyük bir mağazadır. Qəşəngdir. Məkanda elə bir pizza satılır ki, mən sadəcə biraz dadına baxdım. Həmin o Targova 2-ci küçədədir. Əsl İtalyan pizzası və pepperoninin əsli ilə. Ay Allah, xoşbəxt olmur. Burada isə dondurma və dondurulmuş yoğurt olan məkandır. İbo buradan artıq dadına baxıb və çox bəyənib. Bir şirin bir məkandır. Hamınız sabah xeyir olsun. Biz artıq yollanırıq hava limanına. Ümid edirik ki, heç bir problemsiz ləğv olunmadan bütün uçuşlarımız həyata keçər. Son olaraq sizə qaldığımız mənzili göstərmək istəyirəm. Sonda olsa da belə bir apartment idi. Baxın, çox şirin bir yerdir. Və buradan yəni şəhərə 3 dəqiqədir. Hello. Və maraqlısı oldu ki, belə bir teras idi. Terasdan daxil olurduq evə. İndi isə vidalaşma zamanıdır. Şirniyyat və məlumatlar olan yer var. 24 saat işləyir. Çox dadlı olur burada. Buradan indi uçağımız üçün alırıq. Məsələn, bu sendviçlər 4-5 manat arasındadır. Aeroportda isə 15-20 manat olur. Və bizim Pegasus'la uçduğumuza görə bizdə yemək yoxdur. Ona görə indidən alırıq. Belə. Bye bye. Belgrad. Baxın, pulsuz avtobus gətirir sizi düz aeroporta. Və budur, demək olar ki, Balkan macəramızın sonuna gəlib çatırıq. Bu dəfəki 10 günlük səfərimizdə 3 ölkəni görə bildik. Əslində əvvəlcədən 5 ölkəni ziyarət etməyi planlaşdırırdıq. Səfərdən isə bir həftə əvvəl son anda məlum oldu ki, Makedoniya bizim üçün vizalı ölkədir. Və artıq vaxt çox az qaldığına görə viza almağa çatdırmayacaqdıq. Buna görə də planı dəyişib əlavə bilet aldıq. Yaxşı ki, qiymətlər çox baha değildi və bu dəyişikliyi bizi çətin vəziyyətə salmadı. Beləliklə macəramıza Albaniyadan başladıq. Daha sonra Montenegro və Serbiya. Hər bir vlog artıq kanaldadır, izləyə bilərsiniz. Daha sonra Bosniyaya getmək istəyirdik, amma hava şəraiti ilə əlaqəli Bosniyaya gedə bilmədik. Əslində niyyətimiz ora sadəcə bir günlük səfər etmək, biraz gəzib həmin günü geri qayıtmaq idi. Onu da deyim ki, belə uzun və çox ölkəli səyahətlər planlaşdırmaq heç də asan deyil. Ölkə dəyişmək, yollar, biletlər, marşrut və s. hamısı vaxt, enerji, güc tələb edir. Və onu da nəzərinizə çatdırım ki, bu səyahət etdiyimiz ölkələrin hamısı, yəni Albaniya, Serbiya və Montenegro bizim üçün vizasız idi. Bosniya-Hersegovinada viza tələb etmədiyindən onu da 4-cü ölkə kimi planlaşdırmışdıq. Ən sevdiyim hissə budur. Çöldən minib eniş edəndə. Və sırf bu səfər zamanı həyatımda ilk dəfə kapsul tipli otel təcrübəsi yaşadım. Özü də ki, hava limanında. Bəli, düz eşitdiniz. İstanbulda 10 saatlıq transfer vaxtımız var idi və hava şəraitinə görə uçuşumuzun vaxtında olub olmayacağını bilmədiyimizə görə vaxtdan səmərəli istifadə etmək qərarına gəldim. Deməli, burada olanları göstərim sizə.
Bu otel uzun gözləmələr, gecikmələr və ya erkən uçuşlar zamanı sərnişinlər üçün istirahət və rahatlama imkanı yaradır. Otaqda şəxsi planşet, Smart TV, Netflix, YouTube daxil olmaqla adapterlar, USB yuvaları, masa və işıqlandırma, hər bir şey var. Təbii ki, pulsuz Wi-Fi də var. Bundan əlavə burada gördüyünüz lounge hissəsidir. Soyuq və isti içkilər, şirniyyatlar və hətta şorba da var idi və istirahət güşəsi də var idi. Bununla yanaşı bu oteldə qaldığınızda duş qəbul etmə imkanınız da olur. Yəni çox super bir məkandır. Burada isə əşyalarınızı bağlı saxlaya bilərsiniz. Və burada İstanbulda qar yağmaya davam edir. İbrahim Bey, nə deyə bilərsiniz? Neçə saat? Neçə dəqiqədir? 40 dəqiqə olar. Uçuş vaxtımızda artıq 40 dəqiqə keçib və hava şəraitinə görə uça bilmirik. Ən pisi də artıq burada ilişməkdir. İndi bizə keks paylayırlar orada ki, bilinmir nə vaxt uça biləcəyik. Mühərrikdə qızmır. Bakıda da qardır, burada da qardır. Vav, mütəşəm. Artıq 2 saat 10 dəqiqədir ki qar oldu. Ne kadar bekleyeceğimizi bilmiyoruz. Hava şartları malum. Bu kapsamda şimdiden anlayışınız ve sabrınız için teşekkür ederiz efendim. Dear guests, dear children, to our guests. Number 055, International Airlines Milan, begins at the gate number 10. Bu da bizim möhtəşəm macəralarımızın sonu. Ümid edirəm ki, sizə də bu video maraqlı oldu. Sonuna dək izlədiyiniz üçün çox sağ olun. Biz isə artıq doğma Bakıdayıq.